Cəllabaddakı həmin o səs-küylü hadisə ki var idi, qardaş uşaqlarını baltalama məsələsi, Cəllabad rayon prokurorluğu bacı-qardaşın baltalanması hadisəsi ilə bağlı məlumat yayıb, bir nəfəri qəsdən öldürmə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etmə faktı üzrə cinayət işi başlanılıb. Belə ki, fevralın 1-də Cəllabad rayonu sakinləri yetkinlik yaşına çatmamış deməli 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəllabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə və 29-120.2.7 iki şəxsi qəsdən öldürməyə cəhd etmə maddələri ilə cinayət işi başlanılıb. Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub, ibtidai istintaq davam edir. Qeyd edək ki, tutulan şəxs zərər çəkənlərin əmisidir. Belə əmini də nətər deyirlər, olmaz olsun. Bu arada həmin uşaqlarla bağlı çox ürək arıdıcı bir xəbər var. Deməli, onlar Cəllabad xəstəxanasına çatdırılsalar da 2012-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb və bildirilib ki, ailə təsərrüfat işləri ilə məşğul olur, zəhmətlə dolanırmış, hər iki yeniyetmə tarlaya kartof əkininə gedirmiş. Allah rəhmət eləsin, digərinə də Allah şəfa versin və Azərbaycan qanunvericiliyində mən hesab edirəm ki, ümumiyyətlə, belə deyək, dəyərli izləyicilər, hansısa bir dəyişikliklərə ehtiyac var, çünki belə hallarda artıq ömürlük cəza belə artıq insana o nətər deyirlər, emosiyalarını soyutmur. Düşünürəm ki, bu kimi hallarda, bilmirəm, əgər bir insan bir insanı həyatdan məhrum edibsə, özü niyə yaşasın ki? Yəni, bax, belə düşünürəm və nətər deyirlər, ölüm hökmü məncə bərpa edilməlidir. Siz necə düşünürsünüz? Şərh bölməsində yazın. Mən şəxsən, bəlkə də bu çox sərt səslənəcək, amma belə halda ölüm hökmünün bərpasına ehtiyac var. Xüsusilə azyaşlılarla olan müəyyən münasibətlər filanlar və belə hallara görə də. Bu uşaqlar nə gün gördü? Bu, doğru düzgün məktəbə getməyib, tarlada kartof əkib becəri filan. Yəni, belə əminin olmamağı daha yaxşıdır da, belə deyək.